Əziz müəllimlər və dəyərli məktəb ailemiz, sizi bugün səmimi qəlbdən salamlayıram. Mən məktəbimizin 7B sinif şagirdi Əkbər Zahir. Gələcəyin işığı FM-in bugünkü buraxılışında Beynəlxalq Miqrant Günü ilə bağlı qarşınızdayım. Bugün yalnız miqrantların həyat və fəaliyyətinə diqqət yetirmək məqsədini daşır. Həm də onların dünya miqyasında sülhün, əməkdaşlığı və mədəni müxtəlifliyin qurulmasında oynadığı əbəsi rolu diqqətinizə çatdırılır. Beynəlxalq Miqrant Günü hər il 18 dekabr qeyd olunur və məqsəd dünya ictimaiyyətinin miqrasiya məsələlərini dair məlumatlandırmaq, miqrantların hüquqlarının qorunmasına vacibliyini vurğulamaq. Statistik məlumatlara əsasən, hazırda dünyada 280 milyondan artıq miqrant yaşayır və onların əksəriyyəti öz ölkələrinin iqtisadi, sosial və təhlükəsiz səbəblərdən tərk edilmişdir. Miqrantlar yalnız bir ölkədən digərinə köç edən insanlar deyil, həm də qlobal əmək bazarının iqtisadi inkişafının və mədəni mübadilənin mühüm iştirakçılarıdır. Hörmətli dinləyicilər, miqrantların həyatına diqqət yetirərkən, onların qarşıladığı çətinliklər, adaptasiya prosesləri və sosial inteqrasiyasının məsələlərinə də diqqət yetirmək vacibdir. Məsələn, müxtəlif ölkələrdə həyata keçirilən layihələr miqrantların təhsil imkanlarını genişləndirmək, işi bacarıqlarını artırmaq və sosial inteqrasiyasını dəstəkləmək məqsədi daşıyır. Bu cür təşəbbüslər nəticəsində miqrantlar həm də fərdi inkişaf əldə edir, həm də qlobal cəmiyyətə dəyərli töhfələr verir. Əziz dinləyicilər, miqrantlar həm də elmi və mədəni sahələrdə böyük əhəmiyyət kəsb edir. Tarixdə və mədəni məlumatlara əsasən miqrasiya prosesləri insanın sivilizasiyasının inkişafında mühüm rol oynayır. Məsələn, Azərbaycan tarixində miqrantlar ölkəmizdə iqtisadi, mədəni və elmi inkişaf böyük töhfələr verilmişdir. Onların fəaliyyəti nəticəsində yeni iş sahələri yaradılmış, müxtəlif sahələrdə innovativ ideyalar həyata keçirilmiş və mədəni müxtəlif zənginləşmişdir. Hörmətli müəllimlər və şagirdlər, miqrantların yalnız fiziki olaraq bir ölkənin digərinə hərəkət edən insanlar deyirlər. Onlar həm də ideyalarını, biliklərini və mədəni daşıyıcılardır. Miqrantların uğurları inteqrasiyasının cəmiyyətin inkişafı üçün vacib şəraitdir. Azərbaycanda müxtəlif sahələrdə miqrantlar əməkdaşlıq aparılır və onların hüquqlarının qorunur və sosial proqramlar vasitəsilə adaptasiya dəstəklənir. Əziz dinləyicilər, Beynəlxalq Miqrant Günü münasibəti ilə gəlin onların həyatının əzmkarlığını və cəmiyyətə verdiyi töhfəni diqqət mərkəzində saxlayır. Miqrantların hüquqlarını hörmət göstərmək, onların adaptasiya və sosial inteqrasiyasını dəstəkləmək yalnız humanist yanaşma deyil, həm də qlobal sülhün əməkdaşlığın qorunmasına əsas şəraitdir. Əziz dinləyicilər, bugün biz miqrantların cəmiyyətə verdiyi dəyəri qeyd edir, onların hüquqlarının qorunmasını, vacibliyini vurğulayır və gələcək nəsillərə nümunə göstərir. Gəlin onların hekayələrindən ilham alaraq, empatiya, anlaşma və humanist yanaşma gündəlik həyatımızda ayrılmaz hissəyə çevrilir. Bizi dinlədiyiniz üçün təşəkkür edirəm. Gələcəyin işığı FM olaraq növbəti buraxılışlarda yenidən görüşmək ümidi ilə. Sağ olun və həyatınızda xoşbəxtlik, dinc və harmonik mühit daim olsun.